Hüseyin bəy, damda necə qənaət eləyək? Nə fikirləşirsiniz bu barədə? Damda qənaət etmək... Çətin bilirəm. Heç məsləhət də görmürəm damda. Ümumiyyətlə. Tam bir dəfəlik olmalıdır. Tam qar yükü var. Bilirsiniz, bu yenə deyəcəm, valla yenə də mən açıq deyirəm, o sosial şəbəkədə dedim ki, mənim bu saat şəxsən fiziki gücüm 3-4 ev tikməyə çatır. Mən təkəm, mənim işçilərim... Yəni, məni adla tanıyırlar, köhnə mütəxəssisləri adla tanıyırlar da. Proqramlarım yoxdur, briqadir, hamısına özüm nəzarət edirəm. Özüm nəzarətimdən qaçan kimi orada nəsə bir problem çıxır. Yəni ki, mən özümü gözə soxmaq məqsədi ilə demirəm. Bax, mən baxıram, üstü düz damlar var da, indi bu saat modern evlərdir. Təbdədir. Mən baxıram, kvadratı 250, 280, 300 manata evlər tikirlər. O düz damları götürüb üstünü qara döşəmə vururlar taxtadan. Onun da üstünə metalı çerpitsan vururlar. Və mən onun qıraqdan baxıram, reklam eləyir ki, belə bir bəh, mən belə bir ev tikmişəm də. Baxıram onun evinə, onun evinin yəni damı su axarın istiqaməti var da, yəni ki, mailliyin faizi var. Minimum 10-15'dan minimum 10, heç olmasa 10-15 faiz olmalıdır. Yəni 1 metrəyə 10-15 santimetr bizim mailliyimiz olmalıdır. Tutaq ki, evin uzunluğu 10 metr hissəsinə biz əgər o düz dam düzəldiriksə, 10 metr ortalama 12 santimetr götürək də, 10 da ən azıdır. 12 santimetrdən 1 metr 20 santimetr bu başdan o başa biz maillik verməliyik. 1 metr 20 santimetr, bir 20 santimetrdə onun üstünü qaldırmalıyıq ki, dəmirlə bağlayaq, onun içinə su axmasın qıraqlardan. Deməli, biz o damın parapet divarı deyirlər də, üst hissəsini 1 metr 40 santimetr, 7 daş üst-üstə tikməliyik. Ancaq mən baxıram ki, həmin evlərdə heç 60 santimetr ya var, ya yoxdur damın üstü. Orada qar yükü, külək yükü və ondan əlavə yağış yağanda Bakının xəzrisi güclüdür. Əks istiqamətdə yağış yağanda, vuranda o metalı çerpitsanın arasından suyu qovub salır evin içinə. Bu da bütün evin təmirini batırır və evi yaman günə qoyur. Mən baxıram ki, məsələn, ucuz qiymətə bunu necə tikir, bunlar gecən necə evdə yatırlar ki, rahat yatırlar ki, onlar bilirlər ki, bugün tikdikləri ev bilirlər ki, yəni uzaq başı 2 il bunun ömrü var. Fəsadı çıxacaq.